Ölkənin öz vətəndaşları adətən varlı olduqları üçün tikinti işlərində işləyəcək insanları xaricdən gətirirlər. Bu işçilər əsasən Pakistan, Bangladeş və Filippin kimi ölkələrdən gəlirlər. Bütün bunlardan başqa ərəb ölkələrində ya pulun bərəkətindən ya da darıxmaqdanmı bilinmir, insanlar şəhərlərin coğrafi quruluşunu dəyişdirirlər. Məsələn, Dubayda və Səudiyyə Ərəbistanında gördüyünüz şəhər dizaynları ki var, Küveyt də eyni yoldadır. Küveytlilər 2016-cı ildə fərqli bir şəhər layihəsini həyata keçiriblər. Hazırda ora yuxarıdan baxanda belə bir şəhər görünür. Demək olar ki, hər bir vətəndaşın evinin qarşısında bir çimərlik var və bu çimərliklər birbaşa dənizə açılır. Cəmi 20 il əvvəl kosmosdan baxıldıqda fərqli görünən bu şəhər illər ərzində intensiv mühəndislik işləri sayəsində bu formaya düşüb. 1980-ci illərin sonlarında neftlə varlanan Küveyt vacib bir problemlə üzləşib. Ölkənin insanları hökumətdən lüks mənzillər tikməsini və ya bu cür layihələrə təşviq etməsini istəyirdilər. Ancaq Küveytin bu lüks tələbləri ödəyə biləcək kifayət qədər torpağı yox idi. Neftdən əldə edilən sərvətlə insanlar sahil bölgəsində lüks evlər istəyirdilər. Lakin Küveytin bütün sahil xətti cəmi 168 kilometr uzunluğundadır. Buna görə də Küveyt hökuməti alternativ həll yolu axtarmağa başladı və şəhərlərin strukturunu dəyişdirmə yolunu seçdi. Bu layihəni paytaxt Küveyt şəhərində tətbiq etmədilər, çünki şəhərin ətrafı isti səhralarla əhatə olunub və nəhəng qum kütlələrini oradan götürmək, çimərliyə çevirmək ekoloji baxımdan qeyri-real olardı. Səhralarda binalar inşa etmək onların dayanıqlığını riskə atar. Həmçinin yüksək temperaturda fabrik və dükan açmaq istehsal üçün əlverişsiz mühit yaradar. Buna görə də ölkənin cənubundakı kiçik bir sahil qəsəbəsini içdən-içə qazaraq kanallar yaratdılar və şəhərin daxili hissəsini dənizlə birləşdirdilər. Kanalları qıvrımlı etmələrinin səbəbi kiçik bir ərazidə daha çox mənzil tikə bilmək idi. Küveytli ərəblərin bu nəhəng kanal layihəsi sayəsində varlı bədəvilər dənizi ayaqlarının altına gətirmiş oldular.